Salam əziz şagird və valideynlər. Xoş gördük sizi kanalımda. Bu günləri sizə 2-ci sinif riyaziyyat testlərinin izahını verəcəm. Başlayaq. Başlayırıq ilk sualımızdan. Hansı müqayisə doğru deyil? 53-ün üzərinə 6 gəldikdə eləyir 59, 34-ün üzərinə 25 gəldikdə o da eləyir 59. Deməli 59 bir-birinə bərabərdir. A variantı düzgündür. Sonra keçirik B variantına. 35-in üzərinə 6 gəldiririk eləyir 41, 40-ın üzərinə də 1 gəldiririk eləyir 41, 41 ilə də 41 bir-birinə bərabərdir. Deməli B variantı da düzgündür. Keçirik C variantına. 62-dən 10 çıxıram eləyir 52, 54-dən 5 çıxıram eləyir 51. 52 51-dən kiçik deyil uşaqlar. 52 51-dən böyük olmalıdır. Ona görə yanlış cavabımız olacaq C variantı. Sonra baxırıq D variantına. 15-in üzərinə 23 gəldiririk eləyir 38, 27-nin üzərinə 11 gəldiririk eləyir 38. Həqiqətən də 38 və 38 bir-birinə bərabərdir. D variantı da düzgündür. Sonra keçirik növbəti suala. Bağdan birinci gün 22 kiloqram alma yığıldı, ikinci gün isə birinci gündəkindən 2 kiloqram az yığıldı. 2 gündə cəmi nə qədər alma yığıldı? Deməli birinci gün 22 kiloqram, ikinci gün birinci gündəkindən 2 kiloqram az. Vahid az dedikdə nə edirik uşaqlar? Çıxırdıq. 22-dən çıxıram 2-ni. O da eləyəcək deməli 20. Deməli ikinci gündə 20 kiloqram alma yığıldı. İndi 2 gündə, yəni birinci gün üzərinə gəlsin ikinci gün. 2 gündə cəmi neçə kiloqram alma yığıldı deyir. Deməli birinci gün 22 kiloqram, ikinci gündə 20 kiloqram alma cəmi elədi 42 kiloqram. Deməli 2 gündə cəmi bağdan nə qədər alma yığıldı? 42 kiloqram. Doğru cavab olacaq D variantı. Cavaba uyğun olaraq onluq və təkliyin şəklini çəkin. Baxırıq, ilk öncə təkliklər çıxırıq. 1, 2, 3, 4, 5, 6. Burada 6 təklik. 1, 2, 3, 4. Burada 4 təklik. Altdan çıxıram 4-ü, eləyir 2. Deməli, bura 2 dənə. Bura 2 dənə dairə çəkirəm. Sonra, burada 4-dür, burada da 2-dir. 4-dən də 2 çıxanda neçə eləyir? 2. Deməli, burada 2 dənə. Deməli, təkliyimizə də 2 dənə çəkirik, onluğumuza da 2 dənə. Sonra keçirik növbəti suala. Hesablayın. 8-dən 8 çıxıram 0, 9-dan 2 çıxıram 7. Sonra, deməli, 7-ni yaxşı yazaq. 7-nin üzərinə 5 gəlirəm, 12, 1 yadda. 6-ın üzərinə 1, 7, 1 yadda, 8, 82. Sonra, 1-in üzərinə 7 gəlirəm, uşaqlar 8, 5-in üzərinə 3 gəlirəm, 8. 5-dən 2 çıxıram, 3, 7-dən də 4 çıxıram, 3. Sonra keçirik növbəti suala. Qarışqa günortaya kimi yuvasına 11 buğda daşıyır. Günortadan axşama qədər isə yorulduğu üçün səhərçindən 2 kiloqram 2 buğda az daşıyır. Qarışqa axşama qədər cəmi nə qədər buğda daşıyır? Deməli, günortaya kimi 11, günortadan sonra isə yorulduğuna görə 11-dən 2 vahid az. 11-dən çıxaram 2-ni, eləyər 9. İndi bizə deyir ki, axşama qədər. Deməli, 11 ilə 9-un cəmini tapıram. Görək axşama qədər cəmi nə qədər buğda daşıyıb. 11 ilə 9-un cəmi eləyəcək 20. Cavab 20 buğda daşıyır. Sonra keçirik növbəti suala. 67 çıxılsın 23 fərqində neçə onluğu var? 7-dən 3 çıxdım 4, 6-dan 2 çıxdım 4. Deməli, cavabımız oldu 44. 44-də də neçə onluq var? 4 onluq. Düzgün cavab olacaq B variantı. Sonra keçirik növbəti suala. Hesablayın və müqayisə edin. 8 onluq 5 dəqiqlik, yəni 85. Daha sonra keçirik. 2 onluq 5 dəqiqlik 25 üzərinə gəlinsin 6. 2 onluq 5 dəqiqlik 25 üzərinə gəlinsin 6 onluq. Deməli, elədi 31. Bu ifadəmizin cavabı, deməli 31. Bu ifadəmizin də cavabı elədi 85. 85 31-dən böyükdür. Sonra keçirik növbətiyə. 6 onluq 3 təklik 63 çıxılsın 2 onluq, yəni 63 çıxılsın 20 elədi 43. 5 təklik 2 onluq. Baxın uşaqlar, burada 2 onluqdur. Ha, qarışmayın. Burada 2 onluq, yəni 20 üzərinə gəlsin 5, 25. 43 isə 25-dən nədir? Böyükdür. Sonra keçirik növbəti suala. Model ilə verilmiş ədədin üzərinə 28 əlavə etsək cəm neçə olar? Baxırıq ilk öncə model ilə verilmiş ədədimizə. Deməli, model ilə verilmiş ədəddə 3 onluq var. Neçə təklik var? 1, 2, 3, 4, 5, 6. 6-da təklik var 36. 36 üzərinə gəlinsin 28. 6-ın üzərinə 8 gəlirəm 14, 4 yazıram 1 yadda, 3-ün üzərinə 2 gəlirəm 5, 1 yadda da eləyir 6. Deməli, cavabımız neçə elədi? 64. C. Uşaqlar ağıllarındakı ədədləri lövhələrə yazdılar. Onlar ədədlərinə görə çoxdan aza sıralayın. Onların ədədlərinə görə. Deməli, çoxdan aza sıralayın deyirsə, hansı sıradır uşaqlar? Deməli, azalan sıradır. Böyükdən kiçiyə doğru. Ən böyük ədədimiz hansıdır uşaqlar? 72. Yazırıq 72. Sonra, deməli, 55. Sonra 34, sonra 12. Gəlin indi uşaqların üzərindən də yazaq, başqa rəqmlə yazaq. Deməli, birinci Aysu, ikinci Kənan, üçüncü Həsən, dördüncü Röya. Sonra keçirik növbəti suala. Hesablayıb cavabı ədədlə yazın. Deməli, uşaqlar 3 onluq 2 təklik neçələdir? 32, üzərinə gəlsin 1 onluq, yəni 10 gəlirik. 32-də üzərinə 10 gəldikdə neçələdir? 42. Yazırıq bura deməli. Yazırıq buradan 42. Sonra 5 onluq 8 təklik 58 çıxılsın. Yox, üzərinə gəlsin. 5 onluq 8 təklik 58 üzərinə gəlsin 7 eləyəcək 65. Bunun cavabı 65. Sonra keçirik növbətiyə. 9 onluq çıxılsın 3 onluq, yəni 90 çıxılsın 30, o da eləyəcək 60. Sonra keçirik növbəti suala. Verilmiş ədədlərdən ən kiçiyi ilə ən böyüyünü müqayisə edin. Baxırıq ki, ən böyüyü hansıdır uşaqlar bunların içərisində? Ən böyüyü 89, ən kiçiyi hansıdır? 34. 89 ilə 34-ü müqayisə edirik. Görək hansı böyükdür? Təbii ki də 89 34-dən böyükdür. Hesablamanı ədəd oxununda göstərin. 12 üzərinə gəlsin 25. Deməli, 12-nin üzərinə gəldik 25 elədi 37. İndi baxırıq 12-dən başlamalıdır. 25 vahiddə əvvələ getməlidir. Burada baxırıq, yəni burada geri başlayıbdır. Sonra burada geriyə qayıdır, bu çıxmadı. Burada 10-dan başlayır. Biz 12-dən başlamalıyıq. Ona görə düzgün cavab olacaq A variantı. Sonra keçirik növbəti suala. Mağazada 34 kiloqram yemiş, 48 kiloqram qarpız var idi. Gün ərzində 12 kiloqram yemiş, 26 kiloqram qarpız satıldı. Mağazada cəmi nə qədər yemiş və qarpız qaldı?
Deməli, ay uşaqlar, 34 kiloqram yemiş var idi. 34 kiloqram yemişin 12 kiloqramı satıldı. 34 çıxılsın 12. Neçə kiloqram qaldı? 4-dən 2, 2, 3-dən 1, 2. Deməli, 22 kiloqram yemiş qaldı. Yazıram buradan. 22 üzərinə gəlinsin. 48 kiloqram qarpız var idi. 26 kiloqramı satıldı. 48-dən çıxıram 26-nı. 8-dən 6 çıxıram. 2, 4-dən 2 çıxıram 2. İndi bunların cəmini tapıram. Görək neçə kiloqram qarpız və yemiş qaldı. 22 ilə 22-nin cəmi eləyəcək 44 kiloqram. Doğru cavab olacaq A variantı. Sonra keçirik sual 14-ə. Ədəd üçlüklərindən hansı doğru deyil? Deməli, 20 və 8 elədi 28 A variantı doğrudur. 40 və 4 elədi 44 bu da doğrudur. 67 cəm elədi 67 doğrudur. 35-də 30 üstə gələk 15 bu 30 üstə gələk 15. 35 yox ay uşaqlar 45 verməlidir. Yəni burada 35 göstəribdir. Ona görə bu yanlışdır. Deməli, yanlış variantımız oldu B variantı.